Hər vaxtınız xeyir olsun yoldaşlar. Videonun ikinci hissəsiyle qarşınızdayıq. 15 Mart 2026-cı il BA ve BB imtahanına düşən sualların tən yarısını izah eləmişdim. İndi isə 87-dən 100-ə qədər ikinci hissəsini izah edirəm. 87 primitiv sualdır. Gördüyünüz birinci figurla ikinci figur üst-üstə qoyulub. Ya 1-i 2-nin üstünə, ya 2-ni 1-in üstünə çəkin. Baxın, 2-ni 1-in üstünə çəkəndə ve hiçbir ortak hissəni də silmir gördüyünüz kimi. Baxın, nə alındı? Üçüncü alındı. Deməli, bununla da bunu üst-üstə çəkəcəksiniz. Baxın, çəkirəm. Elə ortadakı xətt üst-üstə düşür. Bir dənə sağa, bir dənə yuxarıya bax belə, bir dənə də aşağıya. Və onu doğru cavab kimi seçirsiniz. Doğru cavab hansı variant olur? Baxın, olur, deməli, Y variantı. 88-ci sual. Çox tələbə bu suala biraz fərqli yanaşır. Məsələn, baxıb ki, bu fiqur, yəni bax bu içinə işarə çəkdiyim fiqur bu vəziyyətə keçib, sonra bu vəziyyətdə olub. Fikirləşiblər ki, bəs bu ortadakı nədir? Əslində isə bu fiqur bütöv bir fiqur deyil. Buradakı kənardakı üçbucaqların önəmi var. Baxın, burada gördüyünüz üçbucaq 6 damadan ibarətdə oturacağı, sonra keçib 3 dama sağa. Baxın, burada başlanğıc nöqtə 0-cı xətti, yəni buradan başlayıb. Sonra isə keçib bax bura. Görün neçə dama keçib? 3 dama. 1, 2, 3 dama. İndi bir dənə də 3 dama keçəcək. Gələcək 6-cı mövqeyə. Cavab variantı. Baxın. 1, 2, 3, 4. Bu düz deyil. Burada da 1, 2, 3, 4, 5, 6. Baxın bu düzdür. Daha sonra 3 dənə də keçir. Yenidən buna çevrilir. Sonra 3 dənə də keçir. Buna çevrilir. Ortadakı fiquru soruşublar bizdən. Elə bil bax bu üç bucaq sağa 3 dama 3 dama keçir. Sonra bu üç bucaq üzü yuxarıya 3 dama 3 dama qalxır. Sonra bu üç bucaq üzü aşağı 3 dama 3 dama düşür. Sonra bu üç bucaq da üzü sol istiqamətdə yenə 3 dama 3 dama hərəkət edir. Belə bir maraqlı sual idi. 89-cu suala baxırıq. Baxın, 11-i vurub 3-ə 33, 3-ü çıxıb 30. 4'ü vurup 5'e 20, 5'i çıkıp 15. 17'ni de vurursunuz 3'e 51, yine 3'ü çıkırsınız kalır 48. Yani bir yukarını sola vurursunuz, sonra bir daha solu çıkırsınız. 90. sual. İsa ile Elnare oyun oynuyordular ve İsa fikrinde tuttuğu üç rəqəmli ədədi Elnare'den soruşurdu. Elnare de hər dəfə ona bir cavab verirdi. İsa ise eğer təxminin doğrudursa plus, yanlışdırsa minus koyurdu. Bak bu hissəni sizə açıqlayayım. Burada geniş-geniş açıqlayıb. Bak düşünün ki, mən Vüqar müəllim ağlımda 123 ədədi tutmuşam. Soruşuram sizdən ki, məsələn, yoldaş, mən beynimdə nə tutmuşam? Siz də deyirsiniz ki, müəllim, 803 tutmuşam. Mən sizin tutduğunuz ədədin qabağına bir dənə plus qoyuram. Niyə? Çünki sizin rəqəminizlə mənim rəqəmimin biri həm üst-üstə düşür, düzdür, həm də yeri düzdür. Məsələn, başqa bir yoldaşa desəm ki, mən beynimdə nə tutmuşam? Həmin yoldaş da mənə desə ki, məsələn, 345, həmin insan üçün də minus qoyacam. Baxın, 3'ü düz tapın, mənim də kodumda 3 var. Amma yeri düz deyil. Yeri düz olmayanda minus koyur, düz olanda plus. Səhvlərə görə isə nə minus, nə plus qoymur. Bu nümunədən dəfələrlə izah etmişəm və hətta əvvəlki qəbullarımın da içində var. Bura nümunədir, lazım deyil. Keçirsiniz aşağıdakı hissəyə. Baxın, aşağıdakı hissədə görürsünüz 2 dənə plus qoyun. Amma ipucu yuxarı ilə aşağıdadır. Fikir verin. 652'nin içində bir dənə rəqəm var ki, düz rəqəmdir, amma yeri düz deyil. 968'in de içində bir dənə rəqəm var ki, düzdür, elə yeri də düzdür. Bu 6 rəqəmidir yoldaşlar. 3 rəqəmli ədədin ortası 6'dır. Niyə ortası? Baxın, ortadadır, düzdür, əvvəldədir, düz deyil.
İndi ortada da 413 var. 413 üçün də 2 dənə üstəgəl qoyub. Yəni 2 rəqəmin yeri düzdür. Orta məşğuldaq, artıq ortanı tapmışıq. Deməli 4 və 3 üçün qoyublar bu üstəgəlləri. 4 və 3. Cavab eləyir B variantı. Növbəti variantla da işləyə bilərsiniz bu sualı özdə çox rahat şəkildə. Növbəti sualımız belə bir maraqlı sual. 91-ci sual. X-dan Y-in fərqini istəyir. Baxın. 36-dan 18-i 2-yə bölüblər. Deməli, dairənin içinə gələndə 2-yə bölürlər. Rombun içinə gələndə üstünə 2 gəlirlər. Üçbucağın içinə gələndə neynirlər? 2 çıxırlar. Ki, benim yenə üçbucağın içinə gedirəm deyə neyniyəcəm? 18-dən 2 çıxacam, eləyəcək 16. Rombun içinə gələndə üstünə 2 gəlirdilər. Bura eləyəcək neçə? 18. Bəs bura neçə olacaq? Kvadratı yuxarıda tapmaq lazım. Rombun içinə gələndə üstünə 2 gəlirdilər. Nəyin üstünə 2 gələndə 42 eləyir? 40-ın. Yaxşı, bəs kvadrata gəlmək üçün neyniyiblər? 36-ın üstünə 4 gəlirlər. Deməli, kvadrata da gələndə 4 gəlirlər. Onda 18-in üstünə 4 gələcəm, 22. Dairəyə gələndə 2-yə bölürdülər. 22-ni 2-yə böləcəm, 11. Üçbucağa gələndə 2 çıxırdılar. 11-dən 2 çıxacam, 9. Və yoldaşlar, üçbucağa gələndə yenə də 2 çıxmırdılar. Nədən 2 çıxanda 9 eləyir? 11-dən. 11-dən də 2 çıxanda eləyir 9. Şu deməli Y 11-dir, X da 16, onlar da bir-birindən çıxanda 5. Keçirik növbəti suala. İndi 92-ci suala baxırıq. Çox məşhur, dəfələrlə düşmüş bir sual tipidir. Bu dəfə bəxtimiz gətirmişdi. Ədədlər biraz daha rahat idi. Burada müqayisəli şəkildə bir cədvəl veriblər bizə və deyir ki, 2022-ci ilin ilk 5 ayında neftin göstəricisi, qazın göstəricisini verməyib. 23-cü ilin ilk 5 ayında neftin göstəricisi verilməyib, qazın da göstəricisi verilməyib. Baxın, 22-dəki neft ilə 23-dəki nefti müqayisə edəndə deyir 10% azalır. 22-dəki neft ilə 22-dəki qazı müqayisə edəndə deyir 25% azalır. Və yenə də 23-cü illə eyni göstəricilər müqayisə edəndə deyir 5% azalır. Yoldaşlar, bunu çox rahat əldə edəcəyik. Baxın. Neftin pulu 8 milyarddır. 25% azalanda nə qədər olur? Qazı tapaq. Deməli yazıram 8 milyard 100%dirsə 25% azalanda olur 75. 75'e x'dir. Buradan x'i tapmaq üçün neynirlər? 75'i vururlar. 8'e bölürlər 100'e. Düzdür? Cavab edir 6. İndi fikir verin üzü aşağı baxanda. 22-ci ildə 8 milyard gəlir gətirib də bizə xam neft. Düzdür? 23-cü ildə isə 10% azalır. 8'in 10%-i neynir? 0,8. 8-dən 0,8'i çıxırsınız. Eləyir 7,2. Ya da belə eləyə bilərsiniz. 8 100%dirsə X 90%dir. Çünki 10% azalanda 90%'e düşür. İndi bu hissəyə baxın. 7,2 5% azalıb. Nə olacaq? Elə bil 7,2'ni tapacaq 95%'ni. Çünki 5% azalıb baxın. Vuracaq onu 95'e böləcəyik 100'e. Bu da eləyir 6,84. Və sual budur. Deyir ki, təbii qaz 6 idi, sonra 6,84 oldu. Nə qədər artdı? Neçə faiz artdı? Hesablayaq. 6 100%dirsə 6,84 x faizdir. Buradan da x bərabərdir. 6,84'ü 100'e vuranda 684 bölü 6.
Bu da eləyir 114%. Deməli 14% artdı. Davam edirik növbəti 93-cü sualla. Burada həll necədir? Baxın. Bunların cəmi 15, bunların da cəmi 15. Bunlar 14, bunlar da 14, bunlar 13, bunlar da 13. Bu bir yanaşma. Başka bir. Elə aşağıda da eyni məntiq qorunur. Başka yanaşmaya ne ihtiyac var? 16, 16, 12, 12, 11, 11. Şimdi burada da elə bilin ki, bunların cəmi ilə bunların cəmi eyni olmalıdır. 7'dirlərsə, onda aşağılarında da eyni rəqəmlər yazılmalıdır. C getdi, biri 8'di, biri 9. B də getdi. Onların da cəmi eyni olmalıdır. Bax, bundan bunun cəmi. Onda bu ədədin altındakı və bu ədədin altındakı arasında 5 vahid fərq olmalıdır. Burada 7 vahid fərq var. Burada da 4 vahid fərq var. Cavab A variantıdır. 94-cü sual rahatdır. Ağ fiqurlar boz üst-üstə düşüb ağarıb. Ağla ağ bozarıb. 2 dənə də boz qalıb. Bu qanun uyğunluğu qoruyaraq cavabı özünüz verin. Sualı uzaqlaşdırıram. Diqqətlə baxın və cavablayın. Keçirəm 95-ci suala. Biz bunu çox sadə bir metodla izah etmişik. Düsturları da veririk, izahlar da veririk, amma tələbələrimizə biraz daha rahat olsun deyə müəyyən şablonlar var. Məsələn, bütün tələbələrimiz bilir ki, bunun ölçüsü 3'dür. Ta ki, bütün tələbələrimiz bilir ki, bunun ölçüsü 0'dan %75'dir. Onlar yenidən hesablamırlar. Burada fiquru hissələrə bölmək mümkün olmur. Məsələn, belə bir fiqur yoxdur ki, mən bunun ölçüsünü bilim. Bunu hesablamağım mənim üçün mümkünsüz kimi bir şeydir. Ən azından imtihanda çətindir. Bunu tamamlayıram böyük bir kvadrata, baxın. Və bu kvadratın qıraqda qalan ağ sahələrini çıxıram bu kvadratın sahəsindən, daxildəki fiqurun sahəsini tapıram. Kvadratımın eni 7, uzunluğu 7, sahəsi 49. 49'dan çıxıram və bu üç bucağın sahəsini. Oturacağı 5, hündürlüyü 2. 2 vur 5 bölü 2. Eləyir elə 5. Sonra bu hissəni çıxıram. 0'dan %25. Sonra bu hissəni çıxıram. 2, bu hissədə 1. Cəmi eləyir 3. 2'nin 4'ə 3 bucağın sahəsi eləyir 2 vur 4 bölü 2. 4. Sonra bu hissəni də çıxıram. Bu hissəni də sahəsi eləyir 1. Bu hissə yenə də 0'dan %25. Bu aşağı hissə 2 dənə kvadratdır. 2. Bu və bu üçü birləşəndə 1 kvadrat əmələ gətirir. Ona görə 1. Buranın sayəsi eləyir 2,25. Deyirsiniz ki, ay müəllim, bunları necə tapırsan? Biz artıq bunun sürətli bir yolunu müzakirə etmişik tələbələrlə və bunları yadda saxlamışıq. Siz də bununla bağlı video izaha baxa bilərsiniz. Əməkdaşlara bildirəcəm bu videonun altına pin eləsinlər həmin videonu. Buranın sayısı qaldı 1 və buranın sayısı qaldı 2'nin 2'yə 3 bucaqlı sayısı deyir 2. 49'dan bütün bunların cəmini çıxırsınız və doğru cavabı alırsınız. Belə yanaşmaya da açıq olun, növbəti imtihanda da düşə bilər. 96-cı sual. Burada sizə verib A'nın 5'in cəmini. A üstə gəl 5 bərabərdir C'yə və B üstə gəl 21 bərabərdir C'yə. Hər ikisi C'yə bərabərdirsə, onları bərabərləşdirə bilərik. A üstə gəl 5 bərabərdir B üstə gəl 21. Buradan da yazacağıq ki, A çıx B bərabərdir 16. Burada da A plus B verir. A plus B bərabərdir 6. Toplasaq bunları eləyir. 2A bərabərdir 22. A bərabərdir 11. A'nın da yerinə 11 qoyursunuz. Heç B lazım deyil bizə, amma B'ni də tapmaq istəsəz -5'dir B. A 11'dirsə 11'in üstünə 5 gələndə C eləyir 16.
97-ci suala baxırıq. Bu sual mətni ardıcıl qurmaqla bağlı bir sual tipidir. Sual tipini belə deyək. Dərk etməyiniz üçün, yəni belə deyək də, doğru cavabını bilməyiniz üçün mən istəyirəm birbaşa doğru varianta fokuslanın. Sizi yormayım. Siz istəyirsiniz ekranı saxlayın. Qoy təmizləyim ekranı. Ekranı stabil saxlayın və özünüz tapmağa çalışın və alınmasa sonra mənim izahıma baxın. Göyərçinlər elə bil köhnə ovçu tüfəngindən atılan güllənin hansı məsafəyə çata bilməsini dəqiq hesablayıb öyrənmişdilər. Çünki hər dəfə oğlan yaxınlaşdığını görən kimi onlar hamısı birdən havaya qalxıb qanadlanırdılar və nəhayət uçmaqdan yorulmuş bir dəstə göyərçin oğlanın yaşadığı daxmanın yaxınlığından axan bulağın ətrafına, kolların üstünə qondular və Torben daxmanın dalında gizləndi və asta-asta onlara sarı getməyə başladı. Yaxınlaşanda göyərçinlərdən biri sanki dəstədən bir qədər aralı olduğunu gördü. Oğlan da tez onu nişan alıb vurdu. Belə bir sual nümunəsidir. 98 möhtəşəm sualdır, çox qəşəng sualdır. Sualın bu üç dənə sualdan ən çətini 99-dur. Mən birinci sizə 100-ü göstərmək istəyirəm. Baxın. 15 çıxılsın 3 bucaq bərabərdir kvadrat. Buradan tapa bilərsiniz ki, 3 bucaq üstəgən kvadrat bərabərdir 15-ə. Bu bir tənlik kimi rahat əldə etməyiniz üçün sadələşdirdim. Bax, üçüncü tənliyi də belə eləyə bilərsiniz. Kvadrat çıxılsın 3 bucaq, ev 3 bucaq atdım sola. Bərabərdir. 2-ni də sağa atanda eləyir 3. Və yuxarıda da var. Kvadrat üstəgəl dairə bərabərdir 14-ə. Bu ikisini sistem tənli kimi tərəf-tərəf toplasaq. 2 kvadrat bərabərdir 18-ə. Kvadrat bərabərdir 9-a. Kvadratın da yerinə 9 qoysaq, dairə də bərabərdir 5-ə. Çünki sizdən də dairəni istəyir. İndi gəlin 98-ci sual işləyək. Deyir ki, 4 mərtəbəli bir binanın hər mərtəbəsində 2 ofis olmaqla 8 ofis var. Bax, olsun 4 mərtəbəli bir bina və hər mərtəbədə 2 ofis. 2 vəkil ofisidir, 2 həkim, 1 dərzi, 1 mühasib, 1 fotoqraf, biri də boş. Boş olan, yazıb, icarəyə verilən boş ofis ən yuxarı mərtəbədədir. Buraya yazıram boş. Sol və sağ söhbətləri eləməyib deyə da sola sağa yazmağın önəmi yoxdur, ciddi deyil. Dərzin ofisi ikinci mərtəbədədir. Buraya yazıram dərzi. Sonra fotoqrafın ofisi mühasibinkindən bir mərtəbə yuxarıdır. Fotoqraf mühasibdən bir mərtəbə yuxarıdır. Fotoqraf, bu da mühasib. Vəkillərdən birinin ofisi mühasibin ofisi ilə eyni mərtəbədədir. Deməli, vəkilin biri mühasibin yanına düşəcək. Bax, vəkil. Vəkillə mühasib eyni mərtəbədədirlərsə, onlar ikinci mərtəbə və dördüncü mərtəbədə ola bilməzlər. Çünki orada biri boş ofisdir, bir də dərzin ofisidir. Deməli, onlar ya yerləşəcəklər 3-ə, ya da 1-ə. Deməli, bizim 2 ehtimalımız yaranır. Ona görə də ikinci bir variantda çəkirəm. Yenə bura boş, bura dərzi, vəkillə mühasibi bir dəfə yerləşdirirəm birinci mərtəbəyə, bir dəfə də üçüncü mərtəbəyə. Fotoqraf mühasibin üstündə də axı, onda fotoqrafı yerləşdirirəm ya bura, ya da bura. Əlimizdə qaldı 2 həkim, bir dənə də vəkil. Və deyir ki, eyni peşə sahibləri fərqli ofislərdə oturmalıdırlar, fərqli mərtəbələrdə. Deməli, həkimlə həkim yan-yana düşə bilmir. Onda həkimlə vəkil yan-bayan düşsün. Həkim qalxsın yuxarı. Yenə həkimlə vəkil yan-bayan düşsün. Həkim qalxsın yuxarı. Sual da budur. Hansılar mütləq yanlışdır?
Vəkillərdən birinin ofisi dərzi ilə eyni mərtəbədədir. Xeyr. Dərzi ilə ya fotoqraf oturacaq, ya da ki, həkim. Vəkillərdən biri yox. Bax, bu səhvdir. Fotoqrafın ofisi 3-cü mərtəbədədir. Bu da səhvdir. Ya 4-dədir, ya da 2-də. Həkimlərdən birinin ofisi dərzinki ilə eyni mərtəbədədir. Bəli, bu düz də ola bilər, səhv də ola bilər. Deməli, bunu nə düz, nə də səhv kimi götürə bilmirik. Həkimlərdən birinin ofisi 4-cü mərtəbədədir. Bəli, ola da bilər, amma olmaya da bilər. Ona görə nə doğru, nə də yanlış deyil, mütləq deyil. Həkimlərdən birinin ofisi 3-cü mərtəbədədir. Bəli, ola da bilər, olmaya da bilər. Bu da mütləq deyil. Cavab oldu 1 ilə 5. Və sonuncu suala baxırıq. Sonuncu sualımız da 99-cu sual. Kişi, qadın və uşaqlardan ibarət turist qrupu 6 hissəyə bölündü. Qrupların tərkibi haqqında aşağıdakılar məlumdur. Hər bir qrupdakı qadınların sayı digər qruplardakı uşaqların toplam sayına bərabərdir. Yoldaşlar, 6 qrupdur və bu qrupdakı qadınların bir qrupdakı qadınların sayını götürsəm bərabər olacaq bütün qruplardakı, digər qruplardakı 6 qrupda axı öz qrupunu saymasaq neçə qrup qalır? 5 qrup. Onda olacaq 6-da 5 uşaq. Toplam uşaqların sayına bərabərdir digər qruplardakı. Hər qrupdakı uşaqların sayı isə uşaqlar da bərabərdir. Hər bir qrupdakı uşaq bərabərdir. Digər qruplardakı kişilərin toplam sayına. 6 qrupun digərlərini saydığımız üçün 5-ni götürürük. Kişilərin sayına bərabərdir. Və bu, belə deyək, detalı nəzərə alsaq, burada U-nun yerinə K-nı qoysaq, belə olacaq. Qadınlar bərabərdir. 6-da 5 vur 6-da 5. Və burada yaranır 36-da 25. Deməli, belə çıxır ki, əslində qadınlarla uşaqların və uşaqlarla kişilərin müqayisəsində 5 qat 5 qat artım olur. Bu tənlik üzərindən yola çıxsa, birinin sayını x, birinin sayını 5x, digərinin də sayını 25x götürsək, cəmi eləyir 31x. Və deyir, say 120-dən çox olmasın. Say deyir 120-dən kiçik olsun və cüt ədəd olsun. Kiçikdir 120. Buradan x bərabərdir. 120 bölü 31. O da eləyir 3 tam neçəsə. 3 tam neçədənsə kiçik hansı ədədlər var? 1 var, 2 var, 3 var. Deməli, x-in mümkün qiymətləri ya 1-dir, ya 2-dir, ya 3-dür. Siz x-i 1 götürsəz, 31x idi də ümumi. Olacaq 31 insan. 2 götürsəz, olacaq 62 insan. 3 götürsəz, olacaq 93 insan. Və bizə cüt ədəd olduğunu dediyi üçün mən məcburam ki, 62-ni götürüm. Kifayət qədər çətin sualdır, amma müəyyən bir riyazi həlli var. Diqqətiniz üçün minnətdaram. Növbəti videolarda gözləyirəm sizi. Aprelin qəbul suallarına da baxmağı unutmayın. Salamat qalın, sağ olun.